Bugünkü mövzumuz eyni cinsli qoşa samitli sözlərin tələffüzü qaydasıdır. Əgər sözdə iki eyni qoşa samit yanaşı işlənirsə, belə sözlər eyni cinsli qoşa samitli sözlər adlanır və həmin sözlərin tələffüzü zamanı bəzi qaydalar ortaya çıxır. Əgər sözdə qoşa q samiti yanaşı işlənərsə, tələffüz edərkən birinci q samiti özünün kar qarşılığı ilə əvəz olunur və söz toqqa kimi tələffüz olunmalıdır. Əgər sözdə qoşa k, p və t kar samitləri yanaşı işlənibsə, həmin sözləri tələffüz edərkən ikinci samit özünün cingiltili qarşılığı ilə əvəz olunur və hətta sözü hətta, hoppan, hoppan, 8 sözü isə 8 formasında tələffüz olunmalıdır. Qoşa y-nın tələffüzü zamanı isə bəzi məqamlara diqqət etməliyik. Əgər qoşa y sözün kökündədirsə, tələffüz zamanı heç bir dəyişiklik baş vermir. Əgər qoşa y sözün şəkilçisinin tərkibindədirsə, tələffüz edərkən y samitlərindən biri tələffüz olunmur. Digər hallarda isə heç bir dəyişiklik olmadan sözlər yazıldığı kimi tələffüz olunur. Abbas, şəffaf, rəssam, addım, ləzzət kimi sözlərin yazılışı və tələffüzü arasında fərq yoxdur. Tələffüz qaydalarına əməl etməyi unutmayaq.